pultla idarə olunur. İçərini tamamilə görünməz edir. Sosial şəbəkələrdə pultla idarə edilən plyonkaların satışı həyata keçirilir. Maraqlısı budur ki, düymə sıxılan anda avtomobilin içərisi görünmür. Qiyməti 1000 manatdan artıq olan bu vasitəni həm ön, həm də arxa şüşələri yerləşdirmək mümkündür. Həmin əşyanın satışını həyata keçirən şəxslərlə əlaqə saxladıq. Satıcı deyir ki, bu yeni vasitəyə hazırda xeyli tələbat var. Satışda mövcuddur, sosial şəbəkə tərəfindən tələbat da olur. Avtomobillərin şüşəsindən şüşəsinə fərqli qiymətlər olur. 1100-1400 arası belə bu civarında olur. Bir də nəzərinizə çatdırım ki, bunun digər plyonkalardan fərqi budur ki, bu qıraqdan pult vasitəsilə həm tündləşir, həm şəffaflaşır. Bunun avtomobilin ön şüşələrinə vurmuşduq çəkiliş üçün. Vətəndaşlara da tələb olunur ki, arxa şüşələr vurulsa daha yaxşıdır. Hər bir avtomobillərlə quraşdırılması mövcuddur. Bəs bu cür vasitələrin istifadəsi, xüsusilə də ön şüşəyə yerləşdirilməsi qanunidirmi? Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Xəzər xəbərə bildirildi ki, plyonkalar müəyyən standartlara uyğun yerləşdirilməlidir. Onların ön şüşədə olması isə qadağandır. Nazirlər Kabinetinin 2023-cü il 18 nömrəli qərarına əsasən nəqliyyat vasitələrinin yalnız sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə minik avtomobillərində plyonka çəkilməsinə və ya jaruzlərin quraşdırılmasına, yük avtomobillərində sərnişin daşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda isə plyonka çəkilməsinə, jaruzlərin quraşdırılmasına və ya pərdə asılmasına yol verilir. Bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi inzibati cərimə növündə məsuliyyət yaradır. Qaydaya əməl etməyən şəxsləri 150 manat məbləğində cərimə gözləyir. Fidan Əsədli, Xəzər xəbər.